Bütün dünya Azərbaycanlılarını salamlayıram. Değerli seçiciler, mən Hüseynov Zakir Səbxanoğlu 1958-ci ildə Füzuli rayonunun Mandı kəndindən anadan olmuşam. Ailəliyəm, 3 övladım var. Ali təhsilliyəm, mühəndisəm. Heç bir partiyanın üzvü deyiləm. Değerli seçiciler, 1993-cü ildə Rusiya və İngiltərə kəşfiyyatı tərəfindən Azərbaycan Xalq Hakimiyyəti devrildi. KGB generalı Heydər Əliyevi hakimiyyətə gətirdilər. Bugün də üstündən 32 il keçməyinə baxmayaraq həmin ailə hakimiyyətdədir. Əslində 93-cü ildə nəinki bizim səsimizi uğurladılar, eyni zamanda ölkəni işğal edib Azərbaycan xalqı ilə qul kimi davranmağa başladılar. Değerli seçiciler, Azərbaycan Xalq Parlamentini bizim ziyalılarımız, aydınlarımız yaradıb bugün də fəaliyyət göstərir. Bildiğiniz kimi birinci çağırış seçkiler baş tutub və ikinci əlavə seçkiler hal-hazırda namizədlərin qeydiyyatı və təbliğatı davam edir. Mən də öz namizədliyimi vermişəm, qeydiyyat alınmışam. Müasir dünyada hakimiyyəti dəyişməyin 3 yolu var. Birinci yol azad seçki yoludur. İkinci yol hərbi çevriliş yoludur. Üçüncü yol ise xalq hərəkatı yoludur. Değerli izleyiciler, değerli dostlar, birinci ve ikinci yol hal-hazırda mümkün olmayan bir şeydi. Yine azad seçki keçirmək rejim imkan vermir. 32 il ərzində 20 tane seçki keçirib, hamısı da saxta keçirilib, beynəlxalq təşkilatlar bilir. Hər birimiz bunu bilirik. 7 parlament, 7 prezident, 3 referendum və 6 bələdiyyə seçkisi tamamıyla saxta keçirilib, Azərbaycan xalqının iştirakı olmadan. Değerli seçiciler, yolumuz 3. yol xalq hərəkatı. Xalq olarak özümüzden başka bizim heç kimsemiz yoktur. Kimisə gözləmək, müxalifət partiyaları 32 il nə ilə məşğul oldular bilmirəm. Hakimiyyətə gəlmək fikirləri olmadı deyəsən. Belki de istədilər gəlməyə, amma nəticəsi göz qabağındadır. Xalqı parçalamaqla məşğul oldular və nəticə də göz qabağında. Ona görə də sizin hər birinizi xalq hərəkatında birləşdirməyə səsləyirəm. Allahın köməkliyi ilə bu rejimdən qurtulmağın zamanı gəlib. Sizdən səs olmaqda məqsədim parlamentdə sizin haqqınızı qorumaq,
sizin problemlərinizi işıqlandırmaq, qaldırmaq, sizinlə birlikdə olmaqdır. Bəyəndiyiniz namizədlərimizə səs verməyi sizdən təvəqqə edirəm. Hörmət və ehtiramla sizin namizədiniz Zakir Hüseynov.